Bir gəncə təsəvvür edin, qatı cinayətkardır. Yaşadığı şəhərdə amansız cinayətlər törədir. İnsanları döyür, öldürür, zorluyur. Onun üçün fərqi yoxdur, qarşısındakı uşaqdır, yoxsa qoca, qadındır, yoxsa kişi. Cinayətdən zövq alır, hətta yuxusunda belə cinayət işləyir. Belə bir gənci dəyişmək məqsədi ilə onun pislik etmək seçimini zorla əlindən almaq, onu yaxşı bir insan eləyərmi? Yaxşılıq bir seçim olmaqdan çıxıb bir məcburiyyətə çevrilərsə, bir insan pislik etməkdən məhrum olduğu üçün yaxşılığı seçərsə, o insana yaxşı insan deyə bilərikmi? Hekayə 1950-ci illərdə cinayətin vüsət aldığı İngiltərə küçələrində baş verir. Alex 15 yaşında ərköyün bir gəncdir. Gündüzlər adi bir vətəndaş kimi məktəbinə gedir, işləyir, amma gecələri 3 dostu ilə birlikdə İngiltərə küçələrində amansız cinayətlər törədir və bundan da zərrə qədər peşman deyil. Alex dövlətə, cəmiyyətə nifrət edir. Onun həyat fəlsəfəsi belədir. Pislik fərd işidir. Dövlət, cəmiyyət pisliyə qarşıdır, çünki fərdə qarşıdır. Dəstənin digər üç üzvü Alex qədər hiyləgər və ağıllı olmasalar da, ən azı onun qədər vəhşidirlər. Dəstə şəklində törətdikləri bütün cinayətləri öncədən Alex planlaşdırır, digərləri isə sadəcə icraçıdır. Lakin onlar arasında klassik sevgi, sadiqlik kimi xüsusiyyətləri görə bilmirik. Heç kim bir-birinə güvənmir. Onları bir arada tutan tək şey cinayət və əyləncədir. Ona görə çox keçmir ki, dəstə üzvləri Alexi təliyə düşürürlər. Həmin gün Alex polislər tərəfindən yaxalanır və 14 il azadlıqdan məhrum edilir. Biz təsəvvür edirik ki, Alex 14 il həbs cəzasından sonra sakitləşəcək, peşman olacaq, yaxşı bir insan olmağa səy göstərəcək. Amma həbsə düşmə Alexdə heç bir oyanışa səbəb olmur. Hətta həbsxanada cinayət işləməyə davam edir. Alexin özünə inamı, özündən əminliyi qorxunc dərəcədə güclüdür. Bir dəfə də olsun etdiyi hər hansısa bir hərəkətə görə nə şübhəyə düşür, nə də peşmançılıq yaşayır. Həbsxanada ünsiyyət qurduğu tək biri var, o da həbsxananın keşişidir. Alex hər gün yalandan İncili oxuyur ki, keşiş onun sağalmaq, yaxşı bir insan olmaq istədiyinə inansın və beləliklə azadlığa daha tez çıxa bilsin. Bu görüşlərin birində keşiş ona məhkumlar üçün kəşf edilmiş yeni bir müalicə üsulundan bəhs edir. Bu üsul məhkumları cinayətdən uzaqlaşdırıb yaxşı birinə çevirir. Və əgər Alex onun istədiyi kimi davrandığı halda, müalicə üsulunu ilk olaraq Alex üzərində sınavdan keçirə biləcəyini deyir. Alex dərhal razı olur, amma keşiş bildirir ki, o bu müalicə metodundan narahatdır və onun dəhşətli nəticələrə səbəb olacağından qorxur. Yaxşı bir insan olmaq xoş olmaya bilər, balaca. Yaxşı insan olmaq qorxunc ola bilər. Tanrı nə istəyir? Yaxşı olmağı, yoxsa yaxşı olmaq seçimini? Pisliyi seçən insan yaxşılığa məcbur qalan insandan bəzi mövzularda daha üstün ola bilər. Bir gün həbsxanaya yeni bir məhkum gətirirlər və qısa müddətdən sonra Alex məhkumla savaşır və onu öldürür. Bu hadisədən sonra artıq işə Daxili İşlər Nazirliyi özü şəxsən müdaxilə edir. O, həbsxananı ziyarəti əsnasında Alexi yeni kəşf edilmiş müalicə metodu üçün sınaq məhkum olaraq seçir. Bəs nədir bu müalicə metodu? Onun adı Ludoviko texnikasıdır. Ludoviko texnikasının əsas ideyası birbaşa Rus fizioloqu İvan Pavlovun klassik şərtləndirmə nəzəriyyəsinə söykənir. Pavlov 1890-cı illərdə itlər üzərində həzm sistemini araşdırarkən maraqlı bir şey müşahidə edir. Görür ki, itlər yeməyə görəndə ağızlarından tüpürcə ifraz edirlər. Bu, təbii reaksiyadır. Amma bir müddətdən sonra itlər yeməyə gətirən köməkçini görəndə belə tüpürcə ifraz etməyə başlayırlar. Daha sonra Pavlov təcrübəni sistemləşdirir. Yeməkdən öncə zəng çalınır. Ardınca itlərə yemək verilir. Bu proses təkrar olunur. Bir müddətdən sonra təkcə zəng səsi çalınanda itlərdə tüpürcə ifraz olunmağa başlayır. Yəni zəng səsi yeməklə assosiasiya olunur. Pavlovun itlər üzərində apardığı sınağı İngiltərə dövləti insanlar üzərində test etmək qərarına gəlir. Bəs necə?
Alex tamamilə stula bağlı halda kinoteatra bənzər böyük bir salona gətirilir. Ekranda faşist və Çin işgəncələrindən ibarət səhnələr göstərilir və Alex gözlərinə quraşdırılan xüsusi texnika ilə bu görüntüləri izləməyə məcbur edilir. Amma əsas məsələ bu deyil. Alex bu işgəncə görüntülərini izləyərkən həkimlər ondan xəbərsiz onun qanına Ludovika adlı xüsusi bir maye yeridirlər. Bu maye Alexdə çox güclü mədə bulanma, baş gicəllənməsinə səbəb olur. Terapiya günlərlə davam edir və zamanla Alex şiddətli bir səhnə ilə qarşılaşanda və yaxud beynində şiddətə dair bir düşüncə meydana gələndə güclü mədə bulanma və baş gicəllənməsi yaşamağa başlayır. Yəni şiddət narahat edici reaksiyalar ilə assosiasiya olunur. Zamanla Alex artıq nəinki cinayət işləmək, hətta cinayət haqqında düşünməkdən belə qorxmağa başlayır. Çünki nəticədə yaşadığı ağrılar dözülməz dərəcədə şiddətli olur. Beləliklə terapiyalar yekunlaşdıqdan sonra Alex azadlığa buraxılır. Həkim Brodski bu üsulu cəmiyyətə çox effektiv bir model kimi təqdim edir. Amma həbsxana keşişi bu üsula qəti şəkildə qarşıdır. Keşişə görə yaxşılıq və pislik bir seçim olmalıdır. Ona görə əgər insan yaxşılığı və yaxud pisliyi seçmək gücünü itirirsə, onda o artıq insan deyil. Sadəcə mexaniki bir varlıqdır. Həkim Brodski isə bu məsələyə mənəvi deyil, daha çox praqmatik yanaşır və ona görə bu üsulla cinayətlərin sayında kəskin şəkildə azalmaları baş verəcək. Yəni Brodskinin məhkumun yaxşı və yaxud pis olması deyil də, yenidən cinayət işləyib işləməyəcəyi maraqlandırır. Tarixə boylananda Ludovika terapiyasının real həyatda siqaret və içki aludəçisi insanlara da tətbiq edildiyi dönəmlər olub. İlk başda effektiv görünən bu üsulun daha sonralar insanlarda çox ciddi baş ağrılar, hətta psixoloji pozuntulara səbəb olduğu ortaya çıxıb. Və eyni hal Alexdə də özünü biruzə verir. O, azadlığa çıxdıqdan sonra dözülməz ağrılarla qarşı-qarşıya qalır və hətta bir yerdə bu ağrılardan qurtulmaq üçün intihara cəhd eləyir. Amma intihar uğursuz olur. Onu xəstəxanaya yatırdılar. Və biz filmin sonunda Alexin yenidən əvvəlki düşüncə tərzindən zövq almağa başladığını, yəni terapiyanın onun üzərində öz təsir gücünü itirdiyini müşahidə edirik. Mexaniki Portağal kitabının sonu bu zamana kimi mübahisəlidir. 1971-ci ildə rejissor Kubrick tərəfindən ekranlaşdırılan filmdə kitabın son fəsli, yəni 21-ci fəsil filmdən çıxarılıb. Kubrick bizə filmin sonunda qəhrəmanda xüsusi bir dəyişikliyin olmadığını və hətta yenidən öz təbiətinə qayıtdığını göstərir. Amma müəllif bu sonla heç bir zaman barışmır. Həmçinin bu sona istinadən kino tənqidçisi Roger Ebert film ilə bağlı yazdığı tənqidi məqalədə bu cümlələri qeyd edir. Kubrick burada nə ilə məşğuldur? Cəmiyyətin cinayətkar olduğu bir dünyada əlbəttə ki, yaxşı insan qanundan kənarda yaşamalıdır. Amma Kubrick bunu demir. O əslində daha sadə və daha qorxulu bir şey nəzərdə tutur. Ona görə cəmiyyətin cinayətkar olduğu bir dünyada vətəndaşın da cinayətkar olması daha yaxşı olar. Kubrickin əks etdirdiyi fəlsəfəyə yaxın düşüncə tərzini biz kitabda həbsxana müdirində də müşahidə edə bilirik. Həbsxana müdiri cinayətkarların terapiya vasitəsilə məhkumluqdan azad edilməsinə qarşı idi və hətta bundan heyfslənirdi. Müdirə görə qatı bir cinayətkara ancaq onun dili ilə münasibət göstərmək və bu yolla onları nəzarətə saxlamaq mümkündür. Yəni onun bir cinayətkarın dəyişib, yaxşı, faydalı bir insan olmasına inancı yox idi. Kubrickin də bu baxımdan klassik bir anti-qəhrəman yaratmaq istədiyi aşikardır. Amma bu yanaşma özlüyündə nə qədər xarizmatik görünsə də, insanların dəyişməyə olan inancına ciddi zərbə endirir. Yazıcı Anthony Burgess kitabla bağlı yazdığı məqalədə deyir: Əgər əsərin əsas qəhrəmanında və obrazlarında mənəvi dəyişmə, yəni kamilliyin artması ehtimalını göstərə bilmirsənsə, roman yazmağın bir mənası yoxdur. Hətta ən bayağı bestseller belə insanların dəyişdiyini göstərir. Əgər bədii əsər təkamülü göstərə bilmirsə, insan təbiətini sabit, daş kimi bərk, yeniliklərə bağlı olduğunu bildirirsə, deməli sən roman dairəsindən çıxıb təmsil və allegoriya yönəlmisən. Kitabda Alexi digər klassik anti-qəhrəmanlardan fərqli eləyən bir məqam var. O da onun cinayətə dair bir backgroundunun olmamasıdır
Normalda qatı cinayətkarların keçmişinə baxanda görürük ki, bu insanlar ya çox xəstə valideynlərə sahib olublar, ya da uşaq vaxtı çox travmatik hadisələr yaşayıblar. Amma Aleksin valideynləri gözlənilənin tam əksinə çox sakit, mədəni insanlardır. Həmçinin kitabda Aleksin uşaqkən hansısa bir travmatik hadisə yaşadığına dair bir fakt da yoxdur. Və bu sual kitabda onun müəllimi, Deltoidu ciddi şəkildə maraqlandırır. Deltoid kitab boyu Aleksə və özünə bu sualı verir. Bir insan normal bir ailədə doğulduğu halda, hər hansısa ciddi bir travma almadan, yəni heç bir ciddi səbəbə dayalı olmadan nə üçün cinayətə meyl eləyər? Bəs yazarın müdafiə etdiyi və Kubrickin filmdə təsvir etmədiyi 21-ci fəsildə nə baş verirdi? 21-ci fəsildə xəstəxanadan çıxan Aleks təsadüfi şəkildə köhnə cinayət işlədikləri dostlarından birini görür. Onun adı Pete'dir. Pete köhnə cinayət həyatından uzaqlaşır və özü üçün isti bir ailə mühiti qurub. Aleks Pete'in həyatından təsirlənir və artıq daxilində cinayətə qarşı bir maraq qalmadığını hiss eləyir. Ailə qurmaq, uşaq sahibi olmaq istədiyini söyləyir. Amma biz 21-ci fəsli oxuduqdan sonra belə qəhrəmanda yenə xüsusi, real bir dəyişiklik əlaməti görə bilmirik. Bir insan necə dəyişir? Əvvəlcə hərəkətlərinin yanlış olduğunu dərk edir. Daha öncə elədiklərinə görə ciddi bir peşmançılıq halı yaşayır və bununla yanaşı yaxşı işlərə qarşı da bir həvəs göstərir. Amma biz Aleksdə işlədiyi cinayətlərə görə heç bir peşmançılıq əlaməti görə bilmirik. Biz sadəcə sonda cinayət işləməyə həvəsi qalmayan bir Aleks görürük. Bu da bizdə belə bir sual yaradır. Cinayət işləməyə həvəsini itirmiş birinə dəyişmiş, yaxşı biri demək doğrudurmu? Aleks hekayə boyu oxucuda bir gün yaxşı bir insan ola biləcəyinə dair heç bir ümid yeri buraxmır. Sadəcə klassik musiqi sevgisini nəzərə alsaq, onu insan edən tək xüsusiyyətin bu olduğunu demək mümkündür. Amma o bu musiqi sədaları altında belə cinayət səhnələri təsəvvür edirdi. Beləliklə pislikdən yorulmuş və daha ona maraq duymayan Aleksə, o dəyişdi və artıq yaxşı bir insandır deyə bilərikmi? Ən əsası, insan deyə bilərikmi?